Sxemə görə hansı relyef formaları yaranır? Sxemdə okean tavalarının biri-birindən ayrılması göstərilmişdir. Buna görə bu ərazilər divergent ərazilər sayılır. Bu ərazilərdə yaranan relyef formaları rift dərəsi, vulkanik adalar olacaq. Digər distraktorlara baxanda isə A. Novlar, qırışıq dağlar. Məlumdur ki, novlar okean və materik tipli tavaların toqquşması nəticəsində, qırışıq dağlar isə iki materik tipli tavanın bir-birinə toqquşması nəticəsində yaranır. B-də sualtı dağlar və karlar. Sualtı dağlar doğru olsa da, karlar xarici proseslər nəticəsində yaranan buzlaq mənşəli relyef formasıdır. Rift dərəsi doğru cavab götürülsə də, adalar qövsü materik və okean tipli tavaların toqquşması nəticəsində yaranır. Sualtı dağlar doğru gəlsə də, düyünlar xarici proseslər, yəni küləyin təsiri nəticəsində yaranmış relyef formasıdır. Ona görə də doğru cavab Y variantıdır.